Bismillah, inşallah bugün dəstəmaz alarıq bir stəkan su ilə. Görək, mümkündür yoxsa mümkün deyil. Bəziləri deyir, çətindir, almaq olmur. Şimdi görək, almaq olur yoxsa yox. Bismillah. Biz ovuc doldururuq suyu, tökürük. Qavuruq, yayırıq. Hətta ikincini müstəhəbbi belə götürsək, yenə də bəs elədir. Keçirik qolumuza. İkincini də. Fərqi yoxdur, içərdən və ya arxadan vacibliyi yoxdur. Sonra sol qolumuza keçirik. Bunu da yumaq şamil olur, hətta artıqlaması ilə su belə qalır. Əlimizdə də su yetəri qədər məhz çəkirik. Hətta yenə çoxlu su qalıb ki, belə ayağımıza məhz eləyək. Hətta burada biraz da su qalıb. Yəni nəticədə gördük ki, bir stəkanla da dəstəmaz almaq olur. Hətta onun yarısı belə olsa, düşünürəm ki, o da kifayət eləyər. Mən hələ gembol ovucumu doldurdum 2 dəfə ilə. Bir dəfə ilə də hələ artıqlaması ilə də qalır. Esselamu aleykum və rəhmətullah.